Allah subhanahu wa ta'ala Quranda deyir: "Və mən əhsənu qavlən mimmən da'a ilallah." Allahın yoluna dəvət edənin sözündən daha gözəl söz kimin ola bilər? Allahın yoluna dəvət edənin, yəni Allaha çağıranın sözündən daha gözəl söz, əhsən söz kimin ola bilər? Sən məsələn, qardaşım, kimisə Allaha çağırırsan, düzdür, Allah yoluna. Sənin sözün ən gözəl sözdür yer üzündə. Allaha dəvət edirsən deyə. İnsanlar var, onlar başqa-başqa şeyləri dəvət edirlər. Amma sən Allaha dəvət edirsənsə insanları, sənin sözün ən gözəl sözdür yer üzündə. Həmçinin Allah yoluna dəvət etmək, Allaha çağırmaq, Allahın rəhmətini qazanmaq üçün ən böyük səbəblərdən biridir. Allah rəhmətinə nail olursan bununla. Allah subhanahu wa ta'ala Quranda möminlər barəsində danışanda orada deyir ki, "Ya'muruna bil ma'ruf və yenhauna 'anil munkar." Onlar yaxşılığa əmr edib pislikdən çəkindirirlər. Möminlərin sifətidir. Düzdür? Axırda deyir ki, "Ulaikə səyərhamuhumullah." Allah da onlara rəhm edəcək. Kimə? Yaxşılığa əmr edib pislikdən çəkindirənlərə Allah rəhm edəcək. Ona görə dəvət çox önəmlidir. Amma şərt deyil ki, onu versə qutarasan. Ən böyük, ən əzəmətli dəvət olunan şey də nədir? Tohid. Tohid. Ən əzəmətli, münkər, çəkindiriləsi şey nədir? Şirk. Şirk.